uğrunda mübarizə aparan burada Rusiya. 4. Aha, Rusiya. Başqa hansı dövlət? Digər qarşı tərəfdəki dövlət hansı idi? Bir də müəllim İngiltərə idi. Bəli, İngiltərədir. İngiltərəni göstərə bilərsiniz? İngiltərə müəllim o ağ yerdə 3. 3-ün üstündə ağ yer. Adalar. Aha, üçün yerində adalar, yaxşı, ağ yer. Məsələn, bura hara? Buralar hansı ərazidir? Bax bu. Mənim oralar onlar Baltikyanı ölkələrdir. Aha. Məsələn, harlarda deyə bilərsiniz? Latviya, Litviya, Estoniya elə sırayla. Aha, Estoniya, Latviya, Litva ərazisidir. Yaxşı. Sonra başqa hansı ərazini deyim? Baxın, bəs qələmin rəngini dəyişim, qələmim pis yazdı. Bəli, Hə, müəllim. məsələn, yaxşı, bəs bura haradır? Latviya, Litva, ora Belarusiya. Ora Belorusiya ərazisidir, əla, yaxşı. Bəs bura haradır? Türkiyə, Osmanlı. Yaxşı, sonra gəlin Avropadan çıxmayaq. Yaxşı, bura haradır? Ay, qələmim getdi. Bir dəqiqə qələmi təzələyim. Hə, bax bura haradır? Bura İspaniya. Ora İspaniyadır, yaxşı. Sonra bəs müəllimə, qoy bir dənə ekranı buranı böyüdüm, rahat göstərə bilim. Aha, gəlin xırda-xırda bunlardan düşəcək bu dövlətlərdə. Bunlara diqqət eləyək. Misal üçün, deyim ki, göstərim sizə, göstərim hara. Hə, bax bura, X qoyuram. Bura haradır? Ora Rumıniya, Bolqarıstan. Ora Bolqaristandır. Bura haradır? Ora Yunanistan, bəli. Yaxşı, sonra məsələn, Yunanistan üstü haradır? Balaca yer. Makedoniya. Yaxşı, 5-in yanı bura haradır? Makedoniya, 5-in yanı Rumıniya, Bolqar, Serbiya. Serbiyadır, yaxşı. Sonra bəs bura haradır müəllimlər? Bax bura. Deməli, ora. Deməli, Almaniyanın Avstriya, Macarıstan. Böyrü də Macarıstandır. Yox, bir dəqiqə qələmi. Yox, Aha, müəllim. Avstriya, Macarıstan Macarıstandır. aşağıdadır. Ondan aşağıdadır. O Çexoslovakiyadır. Çexiyadır, bəli, Çexiya ilə Çexiya Slovakiya. Bəli, Slovakiya hardadır? Yaxşı, ora Çexiya. Aha, onun yanında Slovakiyadır. Bəli, Slovakiya da burada, bəli, onun yanında. Yaxşı, sonra bəs bura haradır? Məsələn, bura yazıram 6. O müəllim, Almaniyanın böyrü Polşa. Ora Polşadır, əla. Polşanı da bildiniz. Yaxşı, Avstriya, Macarıstan harada yerləşir? Qələmi götürüb göstərə bilərsiniz? Bəli, müəllim. Avstriya, Macarıstan müəllim bu hissələr. Avstriya orada, Macarıstan da oradadır. Bəli, doğrudur. Bəs Bosniya-Herseqovina harada yerləşir? Bosniya-Herseqovinada müəllim. Bayaqlarım elə bir demişdik onu. Şeyin 6 idi, səhv eləmirəmsə. Xorvatiyanın 6-dır, bəli. Xorvatiyanın 6-dır. Bəli, Xorvatiyanın X-nın 6, Xorvatiyanın 6 idi. Yaxşı. Sonra buranı dedik. Yaxşı. Gəlin indi keçək dərsimizə. Bəs müəlliməm. Aha, gəlirik nəyə? Bolqarıstan da qoşduq müharibəyə. Yaxşı. Sonra aha, bəs müəlliməm. Deməli desəm ki, hansı döyüşdə ilk dəfə tanklardan istifadə olunmuşdu Birinci Dünya müharibəsində? Soma döyüşü idi müəllim 1916-cı ildə. Soma döyüşündə elə bil ingilislər qalib gəlsə də, yəni çox irəli gedəmədi. Aha, yaxşı, çox irəli gedə bilmədilər, yaxşı. Bəs müəllimə, Kütül-Amara döyüşü kimlər arasında baş vermişdi? O müəllim Bağdadı ələ keçirmək uğrundaydı. O da gənə 1916-cı ildədir. Burada da elə bil ingilislərlə Osmanlılardır. İngilislər məğlub olur. Aha, doğrudur, ingilislər məğlub oldu. Bəs müəllimə, müttəfiqlər arasında bir dənə də döyüş var idi. Müttəfiq qoşunlar sonradan. O hansı döyüşüdür? Orada müəllim o Jutlandiya döyüşündədir olmalıdır, yoxsa yox, orada təkcə ingilislər idi. Verdin müəllim, Verdin qəssabxanasındaydı. Yox. Təkcə fransızlarla almanlardı. Yox. Somadaydı. İngilislərlə fransızlar idi. Yox, mən deyim hansı müttəfiqlər deyirəm. Bəli. Halbuki əvvəllər İttifaq İttifaqının üzvü idi. Yadınıza düşdü? İttifaq İttifaqının üzvü idi. Sonra London sazişi ilə, gizli sazişlə keçir. Antanta tərəfindən həmin dövlət. Hansı dövlətdən gedir söhbət? İtaliyanla mən deyirsiniz. İtaliyadan gedir. Bəli, və İtaliya hətta müttəfiqlərini məğlubiyyətə uğradır. Darmadağın edir. Yəni Avstriya Macaristanı məğlubiyyətə uğradır. Almanlar.
O da Hə? 17-ci ildə idi müəllim. O yadıma düşdü. Bəli, 17-ci ilin 1900 oktyabrında əvvəllər adı oktyabr. verirdilər, səhv eləmirəmsə Capirotta döyüşü idi, amma indi çıxardıblar o döyüşün adını. Sadəcə elə ilin veriblər, tarixin 17-nin Bəli, müəllim. oktyabrında. Adı gedirdi Yaxşı. qabaq. Bəs aha, baxın döyüşlərin adını çəkəcək. Verden dediniz, Yutland dediniz. Bu Verden məsələn, Verden Adalar niyə Verden qəssabxanası? Mənim orada çox adam ölübdü. Elə Aha, bil kimlər arasındaydı ki? o almanlarla fransızlar arasındaydı. Nə vaxt baş vermişdi? 16-da müəllim, 1916 idi. 16-dan hansı aydan hansı ay kimi? 16-dan 10 ay getmişdi. 10 ay getsə yanvardan sentyabra idi, yox. Oktyabra 6 ay. qədər. 6 ay. 6. Aha, fevraldan iyuna kimi idi səfərin. Fevraldan yaysa iyuna kimi davam etmiş sonma döyüşü. Və Yutlandiya dəniz döyüşü kimlər arasında baş vermişdi? O müəllim Yutlandiya elə bil orada ingilislər idi. İngilislərlə almanlar idi. Burada da mənim hansı qalib gəlmir. Heç biri qalib gəlmir. Heç birinin üstünlüyü ilə bəli başa çatmır. Bəs müəllimə, desəm ki, Rumıniya müharibəyə nə vaxt qoşulur və hansı ittifaq tərəfindən qoşulur? Rumıniya müəllim o Antanta tərəfdən qoşulmuşdu. 1900 Nə vaxt? Bir dəqiqə Bolqarıstan 15 16-da müəllim. Bəli, 16-nın avqustunda qoşuldu. Doğrudur müəllimə. Bəs müəllimə, desəm ki, Rusiyada nə vaxt deməli, Rusiyada fevral inqilabı nə zaman baş verir? Mən fevral inqilabı 1918-də. Yaxşı fikirləşin. Yox, müəllim, çaşdım, bağışlayın. 17-də. 1917-ci ildə. Ay Allah köhnə. Bəli. 17-dən hakimiyyətində kimi dəyişiklik olur? Mən Lenin gəlir də Sovet deməyək, Lenin. Çarı devirirlər. Bolşeviklər hakimiyyətə gəlir. Bəli, fəqət yox, bağışlayın, bolşeviklər nə idi, özüm də çaşdım, üzr istəyirəm. 17-ci fevralda fəqət hökumət, bəli. 17 fevralda fəqət hökumət qurulur. O bolşeviklərin gəlməsi artıq 17-nin oktyabrında olacaq. Yaxşı. Bəs müəllimə, gəldik nəyə? Sonra gəldik. Separat sülhün imzalanmasına. Separat sülhü nə zaman imzalandı? Elə müəllim ruslar imzalamışdı separat sülhünü. Elə bil dövlətlərin xəbəri olmadan, Antantadakı o müttəfiqlərin xəbəri olmadan imzalamışdı. Ondan da elə bil çıxmışdı. Brest-Litovskidir də müəllim, o müqavilədir. Brest-Litovski müqaviləsi 1900. Yaxşı, bəs Rusiyanın ardınca hansı dövlət çıxır? Rumıniya müəllim. Rumıniya çıxır, yaxşı, doğrudur, Rumıniya çıxdı, yaxşı. Sonra Bolqarıstan nə vaxt təslim olur? Bolqarıstan da Rumıniyadan sonra payız ayı idi müəllim. Sentyabrda, bəli, 18-in sentyabrında Bolqarıstandır. Yaxşı. Bəs sonra, bəs Almaniya nə vaxt təslim olur? Almaniya lap axırda müəllim. 11 noyabrda Kompiyin meşəsində o qabaq ona general Foş da deyirdilər. Foşun yerində, bəli. Orada müqavilə bağlanır, ondan da məğlub olur. Çıxır da amma belə indi təslim elə olur. bilirəm ki, həmin hissəni salmayıblar. Yəqin növbəti dərslərdə bəlkə də var. O isə xronologiyada salıblar. Dərsin içində yoxdur o. Çıxardı. Almaniyanın təslim olması hissəsini dərsin içinə salmayıblar. Görürsünüzmü? Diqqətsizlik. Hətta burada Almaniyanın təslim olması var. Almaniyada hakimiyyət dəyişikliyi var. Bax, onların heç birini salmayıblar dərsin içərisində. O əvvəlki kitabda var idi. Yaxşı. Gəlin onda. Çox sağ olun Zeynəb müəllimə. Təşəkkür edirəm sizə də. Davam eləyək. Müəllim, qonağınız varsa da soruşdunuz. Allah köməyiniz olsun. Leyla müəllimə də razı olsa çıxardıq. Yox, təkmilləşdirməmiş hara çıxıram. Yox, müəllimlər, bunu sizdən təkmilləşdirməmiş dünya müharibəsidir. Elə belə soruşa bilmərəm. Yox, elə şey olar. Nə olsun, gəlsin də qonaq. Allah canlarını sağ eləsin. Allah, yəni müəllim. Sağ olun. Deməli, müəllimlər, davam edirəm. Leyla müəllimə, sizlə. Leyla müəllimə, gəlin testə baxaq. Birinci Dünya müharibəsinin gedişində Antantaya qoşulan dövlətləri müəyyən edin. Burada Antantaya Rumıniya ilə Bolqarıstanı soruşur deyəsən. Çünki bu Rusiya yoxdur, Fransa yoxdur bu rəqəmlərdə. O da düşür 5-lə 1-ə. Antantaya qoşulan dövlətləri Bolqarıstan, Rumıniya, Bolqarıstan. İkisi də Antanta tərəfindən qoşulub. Bolqarıstan da.
Yox, Bolqarıstan yox, Rumıniya Antanta tərəfə qoşulur. Bolqarıstan yox, Bolqarıstan Dövlətlər İttifaqıdır. Antantaya qoşulur Rumıniya burada. Aha, buradan Antantaya qoşulur Rumıniya. Bir də əvvəlki dəsən köhnə kitablarda Yunanistanın da adı olub müharibənin gedişində. Yadınıza O gəlir elə bil müəllimlər. kiçik Antanta Bəli, idi, elə bil Yunanistan da müəllimə. var idi. Var Hə, idi Yunan. Antanta deyirdilər. Var, Hə, var kiçik idi. Rumıniya, Yunanistan. Onlara kiçik Yunan. Antanta deyirdilər. Ay sağ ol. Bəli, Yunanistan da var idi. Yunanistanın da qoşulması. Ona görə burada götürürük Rumıniyanın yox, Antantaya qoşulan dövlətləri soruşursa, hə. Bilməm. Rumıniyanın bəli, götürür Yunanistanı. Birdən ikini götürür. 5 Birdən Bolqarıstan da Üçlər İttifaqı tərəfindən qoşulmuşdu. 4 haradı müəllimə? 4. Finlandiya. Finlandiya olmalıdır, aşağıdır çünki. Yox. Finlandiya. Yadda saxlayın ki, Finlandiya Arxa düz tərəfdə yerə deyil. Rusiyanın Norveç, İsveç. Demək bu. düz dediniz. Nə idi? Norveç, İsveç. Aha, bəli, İsveç ərazisidir. Bəli, doğrudur müəllim. Yaxşı. Sonra deməli davam eləyək. Bəs müəllimə, müharibə mülki əhaliyə nə kimi təsir göstərdi? Müharibə mülki əhaliyə pis təsir etdi. Qiymətlər qalxdı. Yəni günahsız insanlar öldü. Ona görə hətta etirazlar var idi müharibədə. Mülki əhalinin etirazları var idi. Bəli, 17-ci çıxışda ildə. etirazlar. Aha, bəli, doğrudur, doğrudur. Yaxşı. Bir dənə də test açım. Buranın xırda dövlətləri sizdən də gedək. Deməli, gedirik xırda dövlətləri. Müəllimə, 5 harad dedik. 5 Sloveniya olmalıdır. Sloveniya. Sloveniyadır. Bəli, Sloveniya. 5-in 6. 9 haradır? Xorvatiya. 5 Sloveniya, 9 15. 15 Bosniya Hersegovinadır. 16. Serbiya. 19. Rumıniya, 17. Bolqarıstan, 4. 4 burada. Albaniyadır 3, 4 də Makedoniya. 18. 18. Yunanistan. 18. Bir də müəllimlər, Montenegrodur. 2 də Kosovo ərazisidir. Bunu da yadda saxlayaq. Yaxşı, sonra məsələn 42. 42. Kritdir. Kritdir, doğrudur. 34. 34. Belarusiyadır. 34 Belarusiyadır. Yaxşı. 35 haradır? Ukrayna. Yaxşı. 6 haradır müəllimlər? Moldova. 6 Moldovadır. Yaxşı. 27 hara oldu dedik bayaqçı ərazi idi. 27 4. Norveç. 26 Norveç, 27 İsveçdir, 28 Finlandiya. Baxın, bayaq o həmin ərazi 4 kimi göstərmişdi. Almaniyaya yaxın idi. Görürsüz, həmin İsveç ərazisidir. 27, 28. Aha, 28 hara oldu? Finlandiya. Aha, Finlandiya oldu. Sonra haranı göstərək, soruşaq. Aha, 10 haradır? 10 Estoniya, 11 Aha. Latviya, 12 də Litva. Bəli, birinci E hərfi gəlir, Estoniyanı deyirik. Sonra L hərfləri gəlir, L-lardan A hərfi birinci gəlir, Latviya. Sonra Litva ərazisi. Aha, Rusiyadan göstərək. Rusiyada haraydı? 36. İndi burada bir dənə də xırda dövlət 8 haraydı? 8. Deyir bura. 8 Hollandiya. Bəs bu balaca xırda dövlət haradır? Belçikadır 7. Belçika. Belçika ilə bağlı Almaniya hansı səhv addım atdı? Almaniya birinci Belçika ilə bağlı o Belçikaya hücum elədi. Belçikada Britaniyanın himayəsində idi. O da Britaniyanın Almaniyaya müharibə elan etməsinə üçün bəhanə oldu. Onsuz da Britaniya hazır idi müharibə elan etsin. Belçikaya girməsindən Britaniya Almaniyaya müharibə elan edir 14-cü ilin sentyabrında. Yaxşı. Bəs ABŞ-ın bəhanəsi nə oldu müharibəyə qoşulmaqdan ötürü? Almaniyanın sualtı qayıqlarının elə bil o gəmilərə hücumu. Sualtı qayıqlarla gəmilərə hücumu. Bu da ABŞ-ın elə bil həm dinc əhalisinin ölümünə səbəb oldu.
həm də ticarət mənafeyinə zərbə oldu. Ona görə ABŞ bunu bəhanə edib müharibəyə girdi. Onsuz da ABŞ müharibəyə girməli idi. Çünki Rusiya müharibədən çıxmışdı. Müharibənin tez qurtarması ABŞ-a xeyir vermirdi. Çünki ölkələrin hamısına borc vermişdi ABŞ. Ona görə müharibənin uzanması üçün maraqlı idi. Bir bəhanə gəzirdi. Müharibəyə girsin. Bu bəhanə də Almaniyanın sualtı qayıqlarının ABŞ gəmilərinə hücumları oldu. Bəs niyə bu an Avropa dövlətləri ABŞ gəlməmiş müharibəni yekunlaşdırmaq istəyirdilər? Bunu yəni xeyrindən özləri istifadə etsin. Yəni Bəli, haqlı olsunlar. Qələbə hesab olunur ki, qələbə qazanırdılar da. ABŞ da gəlib özünə pay çıxartdı oradan. qəniməti bölmək istəmirdilər də ABŞ-dan. Bəli, bəli, bəli. Ona görə deyirdilər ki, ABŞ gəlməmiş tez elə yekunlaşdıraq, ABŞ-a pay düşməsin. ABŞ dedi, hara, hara, gəl çatırıram özümü, gözləyin. Mənə da verin. Aha, özün getirir. Yaxşı, sonra Bolqarıstan təslim olması nə vaxt idi? Bolqarıstan sentyabrın 28-idir. Yaxşı, nə qoşulmuşdu Bolqarıstan? 15-ci ildə Bolqarıstan Londonda gizli konfrans, London konfransında Antanta ölkələrinə tərəf keçdi. Bunlar onu ərazilərindən aldatdılar, həvəsləndirdilər və gizli müqavilə bağlayıb Bolqarıstanı üst tərəflərinə çəkdilər. Aha, yaxşı. Mudros müqaviləsi nə zaman olmuşdu? 1918-ci ilin 30 sentyabrında olmuşdu. Burada da Osmanlı məğlub olmuşdu. Afrikanın şimalında Mudros müqaviləsini imzalamışdı. Aha, sentyabr yoxsa oktyabrında? Oktyabrın 30-unda. Bəli, oktyabrda. İndi bir sualım Zeynəb müəllimə, bir sual Leyla müəlliməyə gedəcək. Deməli, Zeynəb müəllimə. Bəli. Deməli, dedik ki, Brest-Litov sülhü nə zaman oldu? 1918 martın 3-ü. Aha, yaxşı. Bəs desəm ki, Leyla müəllimə, Rumıniya nə vaxt müharibəyə qoşulur, nə vaxt çıxır? Rumıniya 1916-cı ilin avqustunda müharibəyə girir. Elə həmin ildə 18-ci ildə çıxır. 18-ci ilin mayında çıxır. Aha, yaxşı. Bəs Zeynəb müəllim, Bolqarıstan nə vaxt daxil olur, nə vaxt çıxır müharibədən? Bolqarıstan müəllim 1915-in sentyabr ayında elə bil girir, daxil olur. 1918-in payızında da oktyabrında, yoxsa oktyabr idi, bəli çıxır. Payızında çıxır. Sentyabrında bəli Bolqarıstan çıxdı. Onları Aha, qatırım, yaxşı. sentyabr, oktябr. Bəs müəllimə, Avstriya Macaristanda Avstriya Macaristanda vaxt müharibədən çıxır? Məndən sizməm, noyabr, mən Almaniyadan qabaq müəllim, 1918-in Almaniyadan noyabr. qabaq. Doğrudur. Bəs Leyla müəllimə, bəs Almaniyada müharibənin gedişində deməli idarəçilikdə dəyişiklik baş verir. Burja inqilabı olur. Demək, Almaniyanın müttəfiqləri müharibədə məğlub olub çıxırlar. Almaniyada 9 noyabrda Burja inqilabı olur. Monarxiya devrilir, Almaniya Respublika elan olunur. Almaniya Respublika elan olur. Yaxşı. Sonra deməli sonra Zeynəb müəllimə. Bəli, müəllimə. Yaxşı, sonra sualım sizə. Deməli desəm ki, Üçlər İttifaqına nə vaxt Dördlər İttifaqı çevrilir? Müəllim, bəli, onlara mərkəz dövlətlərdə deyilirdi. 1915-ci ildə. 1915-ci ildə. Bolqarıstanı qatmaqla özlərinə. Aha, yaxşı. Bəs müəllimə, Leyla müəllimə, nə vaxt Avstriya, Alman, Bolqar qoşunu Rumıniyanı məğlubiyyətə uğradır? 1916-cı ilin mayında onlar Rumıniyanı məğlubiyyətə uğradılar. Rumuniyada çıxır müharibədən. Neçə? Nə vaxt? Dayan deyəm, müəllimə, 16-cı ilin avqustunda girir, elə həmən girəndə də məğlub olur o. O məğlubiyyətinə görə də 18-də çıxır. Bəli, sonlarında da məğlub olur. Bəli, doğrudur. Yaxşı. Zeynəb müəllimə, bayaqki sual bir də verirəm sizə. Demək, köhnə müttəfiqlər arasındakı müharibə nə zaman olur? Bəli, İtaliya, Caporetto döyüşü müəllim. 1917-ci ilin oktyabrında. Məğlub edir İtaliya onları. Bəli, bəli. Alman, Avstriya qoşunları məğlubiyyətə uğratdı. Son sualım da Leyla müəllimə sizədir. Deməli, dedim ki, müharibənin başlanması hansı